Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və yerli qurum, onlara nəzarət edən Mingəçevirdə yerli qurum bizə heç bir məlumat, xəbərdarlıq, bildiriş vermədən bu linyanı, bu marşrutu çıxardıq müsabiqəyə. Müsabiqədə də elan edilib ki, 4 avtobus, bir dənə də rezerv avtobus. Faktiki biz burada 15-16 sürücü çalışırıq. Bunların hamısının ailə üzvləri var. Bunlar indi çıxırlar, qalırlar ac. Bu millət nə ilə dolanmalıdır? Bu xalq, bu cəmaat nə ilə dolanmalıdır? Bizim sözümüz, bizim fikrimiz odur ki, Cənab Prezident bizə köməklik eləsin. Bizim səsimizi eşitsin bu efir vasitəsi ilə, bizə köməklik eləsin. Konkret istəyimiz odur ki, müsabiqəni dayandırsınlar. Müsabiqəni dayandırsınlar ki, ya vaxt verilsin, vaxtı uzadılsın, ya dayandırılsın ki, biz özümüz maşınlarımızı yeniləyək, müsabiqədə iştirak eləyək və yaxud da işimizdən olmayaq da biz. Bizə heç bir bildiriş, məlumat verilmədən çıxardıqlar müsabiqəyə. Biz qalırıq işsiz. Müsabiqə əgər baş tutarsa da, bu deyilən, onlar dediyi qaydada. Onlar da yüksək məbləğli maşınlar nəzərdə tuturlar. O maşınları da bizim gücümüz çatmır o maşınları almağa. Heç türə mümkün olmayan bir şeydir bu. Bəli, biz lazım olan yerlərə məlumat vermişik, yazmışıq, görüşlər də keçirmişik. Yerli nəqliyyatın aynan yerli nümayəndələri ilə də görüş keçirmişik. Amma heç bir faydası yoxdur. Bizə cavab yerli aynan işçiləri cavab onu deyir ki, yəni bizim xəbərimiz yoxdur yuxarıdan, aynanın departamentin nazirlikdən də belə deyir. Oradan eləyiblər, nə eləyiblərsə də müsabiqəni onlar elan eləyibdir. Bizim bu işdən xəbərimiz yoxdur. Orada müraciət eləyirik, yazılı şəkildə müraciət eləmişik ora. Deyir, maşınlar yenilənməlidir, sərnişinlərin gedişi, gəlişi üçün komfortlu maşınlar olmalıdır. Biz bunu başa düşürük, olmalıdır. Hamı istəyər ki, komfortlu maşın sürsün. Sərnişin də istəyər ki, komfortlu maşınla geçsin, gəlsin. Mən də istəyərəm ki, komfortlu maşın sürüm. Amma imkan daxilində. Bu bir. İkincisi də ki, heç bir bildiriş olmadan olubdur bu. Biz bu 3-5 gündə bu işdən məlumat tutmuşuq, xəbərimiz olubdur. Da belə də olmur. Qalırıq pis vəziyyətdə, çıxılmaz vəziyyətdə. Vaxtını uzadar və yaxud da tenderi bu müsabiqəni dondurar. Elə bir köməklik olarsa da biz gələcəkdə öz maşınlarımızı yeniləyərik, yəni öz işimizdən fəaliyyətimiz məşğul olarıq, çörəyimizi qazanarıq, ailəmizi dolandırarıq. Hansı maraq dairəsi bu hərəkət edir? Mən bugünkü günə kimi başlı 28-29 ilə keçin mən bu maşını. Niyə məni bir gün əzmək istəyir? Hansı nöqteyi nəzərdən? Biz onu bilmək istəyirəm, nə kimi mən pis eləmişəm mi deyim? Yəni bu xalqıma... Sizdən mən burada işləyirəmsə, bugünkü günə kimi bütün hər şeyin yönünü də yöndəmi nə bilmişik. Bugün o şəxs kimdir, mən başa düşə bilmirəm. Hər kəsin evində ailəsi var, uşağı var. Xəstəsi var, bu kişinin xəstədir. Gündə nə qədər aparıb həkimə pul verir, masaja verir, nəyə verir. Hamı da var xəstə. Mən də çıxardır, mən də işləmək istəyirəm. Bizdən də heç bir əhali xalqdan cəmaatı bizdən... Bəli, hər kəs elə. Mən çörəyimi çıxardıram. Mən xəbərdarlıq eləmədən bizi çıxardır çörəyimi. Mən də birinci Qarabağ veteranı Əhməd Heydaroğludur. Qabaq atam işləyir, 25 ildə mən işləyirəm. İndi gəlib deyir ki, sən buradan çıx, kimsə gəlib alır, onun pulu çox məhli edir. Çıx gedir, nağaraq işləyirik də hazır biz. O deyir, kimə də deyirsən deyir, vaxt. Demək, bütün vergilərimizi, sosialımızı, bütün qayda qanunlara riayət eləyərək işləmişik. İndi də heç bir xəbərdarlıq olmadan bizim marşrutu götürüb Yerüstü Nəqliyyat Agentliyi tenderə çıxardı. Məktub da yazmışıq, məktub qayıdıb gəlibdir, orada da yazır ki, xəbərdar edilibdir hamısı. Mən başa düşmürəm, bu niyə yalan danışırlar? Bunlar kimdirlər ki, bizə yalan belə məlumat yazıb göndərirlər? Ha bax, sən bildiriş verdin mə? Ha bax, göndərdin, kim gəlib bura? Mənim başım çıxmır, bu ölkədə yalan danışmaq bunlardan ötəridirmi? Yoxsa cəmaatı nə sayırlar bunlar? Burada bu boyda cəmaat işləyir, sürücü işləyir. Bunların ailələri var, sosial məsələlər var. Və belə olarmı? Ayıb deyil. Bütün qurumlara da xahiş edirik. Məktub göndərmişik, hələ bir tərəfindən yox, bizə də bir cavab verən yox. İstəyiniz nədir? İstəyimiz odur ki, bu məsələ dayandırılsın. Bizə də müddət verilsin, biraz vaxt verilsin. Biz özümüzü toparlayaq. Belə hamısı belə sürücülərdir, özü neçə ilin sürücülərdir.
təhlükəsiz də işləyirik. Cəmaət də bizdən razıdır. Heç bir şikayət olmadan götürüb çıxardıblar tenderə ki, biz qoyacağıq tenderə. Kimsə pullu adam. Böyəcə bu sürücülük sahəsi, bu tikinti deyil. Tenderə çıxardasan, orada vuduş ola, sementaz vuracam, nə varacam. Bu nəqliyyatdır, buna kimsə cavabdeh olmalıdır. Yerüstü Nəqliyyat Agentliyinin burada departamenti var, Yevlaqda boynundan atır. Mənim xəbərim yoxdur. Biz telefon saytında açıb baxıb görürük ki, götürüb ora qoyublar, özdə Yerüstü Nəqliyyat Agentliyinin tablosunda da bizim marşrut yoxdur. Tenderin Satılması var. yekunlaşmasına Tenderin yekunlaşmasında orada göstərir may ayının 5-ini. İndi biz nə edəyək? Nağara, hansı quruma müraciət edəyək? Məktubları da göndərmişik, hələlik heç bir cavab yox.